vaxtınız xeyir olsun dəyərli tamaşaçılar. Ahəng elə bir ahənglə başladı ki, maşallah Rafael, nəfəsinə qüvvət. Həqiqətən, bax, layiqli evlatsan ki, sən Əhməd əminin yolunu layiqincə davam etdirirsən, atanın yolunu. Allah qəni-qəni rəhmət eləsin o ustadımıza. Əhməd Qobulu bugün təkcə paytaxtımızda deyil, Azərbaycanın hər tərəfində adlandı və buna görə Vasifə təşəkkürlər ki, ansambl heyətinə artıq yeni mövsümdən bir 12-13 nəfəri bir orkestrlə görüşünüzə gələcəklər. Dəyərli tamaşaçılar, bəli, başlayırıq. Azərbaycanın qəhrəman oğlu Coşqun buradadır, hər şey gözəldir. Eləcə də Elnur Cani Dildən yenə gəlib, Gülərüz Nahid, eyni zamanda Altunu salamlayıram, kollektivimizi və Fuad da ki, maşallah, mikrofonlar öz yerində, səs öz yerində, həmişə olduğu kimi başlayırıq. Hə, sən yayı gətirmişsən geyiminlə. Xoş gəlmirsən, Famil. Sağ olun, sağ olun. Səfalar gətirmişsən. Çox sağ olun, var olun. Xoş gördük sizləri. Çox istidir. Bəli, bəli. Ona görə belə gəldin. Yox, belə gəlmək üçün sözün düzü, hər dəfə siz məni biraz iynəliyirsiniz. Estağfurullah. Öyrənmişəm mən Bizim buna. münasibətimiz Deməli, bəli, qardaşlarına, erkənə deyirəm. Bəli. Deməli, dünən kostyumu aldım. Aha. Elə gəldim bura qaçı-qaçın tələsdim ki, birdən gecikərəm. Maşından düşəndə pencək söküldü bir balaca. Qoydum maşında gəldim yəni. Belə bir pencə ilə canlı tutarmışsan, eybi yox. Bəli, bəli. Hə, pencə ilə yaxşı tutarmışsan. Hə, xoş gəlmişsən. Sağ olun, xoş gördük sizləri. Dəyərli aşıqlarımızı salamlayıram. Sizləri salamlayıram. Bütün televiziya qarşısında əyləşən tamaşaçıları salamlayıram. Gözəl heyəti salamlayıram. Başda Vasif müəllim olmaq şərtilə. Bugün qonaqlarımızdan ikisinin soyadı eynidir ya. Bir mənim qohumum Ağamaliyev, bir də sən Ağamaliyev. Amma mən bugündən istəyirəm dəyişəm sosial şəbəkə üzərindən gördüyüm o şikayətləri, gireylərdən sonra istəyirəm bugündən sonra sənə deyim Famil Gireyli. Baxın, mən də özünüz. Yəqin ki... Yəni bu girey güzar nədir? Az sonra toxunacaq bu məsələyə. Aşıq Avdı, yəni mənsim, xoş gəlmişsən, səfalar gətirmişsən. Çox sağ olun, Mikail qardaşım. Mən də sizləri və qonaqları salamlayıram və gözəl musiqiçilərimizi, Coşqun qardaşımızı salamlayıram. Allah hər birinizi var eləsin, məni dəvət etdiyiniz üçün, bu xalqa təqdim etdiyiniz üçün sizə təşəkkür edirəm. Xalqınızı öpürəm, bağrıma basıram. Hər günləri, güzaranları, bax belə sazlı, sözlü, musiqili keçsin. Amin, amin. Ay qohum, xoş gəldin. Azər, xoş gəlmişsən. Mən səmiyyətdən kənar danışmaq istəmirəm deyə, ona görə Azər deyirəm. Belə də olmalı. Çünki biz qohumu, bizim simsar münasibətlərimiz var. Hər şey yaxşıdır bilirəm. Allah sizi əziz eləsin. Biz həmişə sizdən razıyıq. Biz elə qohumlar, dostlar, Mingəçevir adında sizi salamlayırıq. Biz sizin bütün tamaşaçıları salamlayırıq. Var olasınız, Mikail. Allah sizi, bütün övladlarınızı, yəni orada ad çəksəm Seyfəddin Abdullayev, Qubadlı növbələsi oldu, Oktay Vəliyevdir, Əbin Famildir, Mahirdir, hamısının öz salamları var. Onu deməli qutarım olmaz. Bir daha verişiniz Allah xeyir versin, biz sizinlə fəxr edirik. Var olun. Dostları da, keçmiş dostları da salamlayıram, hamısı bir-birinə gözəl, sərgəli. Kəmalə xanım burada, əmollar burada. Hər şey yaxşı olacaq inşallah. Bəli, düzdür, bugün Kəmalə özü gəlib, Əsvərimiz kənardan bizi izləyir, kulisdən. Bildiyimə görə maşallah, maşallah, uğurların ardı-ardı gəlir. Maşallahın var. Gələndə yeni mövsümdən sənə tez-tez dəvət edəcəm. Ay Kəmalə, xoş gəldin əzizim. Xoş gününüzə gələk. Mən də sizi, sizin yaradıcı heyəti salamlayıram, musiqiçilərimizi salamlayıram, gözəl sənətkarları salamlayıram və sizə özlərin təşəkkürümü bildirirəm ki, məni baxımlı verilişinizə bu gözəl insanlarla, sənətçilərimizdən dəvət eləmişsiniz və mən ilk öncə onu qeyd etmək istəyirəm ki, çox şükür olsun Allahın bu gününə ki, Allah hər bir valideyni sevindirsin. Allah da Əsmər qızım bu il ən yüksək balla Azərbaycan Milli Konservatoriyasına qəbul oldu. Bax, mən buna şübhə eləmirdim. Bəli. Maşallah. Çox sevindirici haldır. Buradan efir vasitəsilə müəllimlər onu universitetə, belə ali məktəbə hazırlayan Mirələməvi buradan salamlayıram efir vasitəsilə. Sumqayıt Musiqi Kollecinin mən deyərdim ki, ən savadlı müəllimlərindən olan, nəzəriyyatçı müəllimlərindən olan Rəna xanımı efir vasitəsilə salamlayıram. Sağ olsunlar ki, öz biliklərini Əsmərdən əsirgəmədilər. Yəni, onların da ən böyük, belə deyərdim ki, rolu var Əsmərin ali məktəbə qəbul olmağında.
var olsunlar hər zaman. Var olsunlar və Əsmər də sağ olsun ki, üz ağ eləyən evladlardan da Allah bütün valideynləri evladlarının uğurları ilə güldürsün. Gözlərində min çıraq eləsin. Hə, mən Famil üçün darıxmışdım. Bizim həm zarafatımız var, həm dostluğumuz var. Ona görə də çoxdan da gəlmirdin deyə. İstəyirəm sənə qarşı bir yaxşı jest eləyəm. Deyəm ki, bu məqamda oxuyur Famil Ağamaliyev, yox Kəmalə. Buyuraq.
Gözəl olan da odur ki, çox dəyərli, gözəl qonaqlarımız var və o qonaqlarımızdan birinə mən verilişimiz başlayan məqamda əbəs yerə girəyli demədim. Buradan Zərdab sakinlərini salamlayıram və bizi də tanıyanlar bilirlər ki, mənim famillə də çox yaxşı münasibətlərim var. Bir balaca bu mənə toxundu bu məsələ. Mən sosial şəbəkə üzərində olanda məsələ də zəng elədim. Biz danışdıq. Qardaş gedirsən, zəhmət çəkirsən, pul xərcləyirsən, qazandığının bir qismini aranjmandır. Bunun hamısı bir maliyyə tələb eləyir də. Və sonra nə baş verir? Sonra baş verir ki, özünüz gördüyünüz kimi, deməli, mənim səsimi çıxardıblar həmin mahnıdan. Mahnının nəqarətində dəyişiblər. Sözlər həmin sözlər, aranjman həmin aranjman götürüb oxuyublar. Bir neçə dəfə yazdım ki, məndə şəxsinə. Bildiyimiz haqqa girməkdir də. Bildiyimiz. Və yəni, sən özünə də demədin. Nömrəsi yoxdur, ancaq yazdım, onun səhifəsinə yazdım, bir neçə yerdə yazdım. Başqa uşaqlar da yazdılar ki, bu dajı həmin rayonun hətta həmin rayonun uşaqları belə zəng vurdular ona ki, bəs bu əmimizin mahnısı da, mən əmi deyirlər, həmin zonadan, sağ olsunlar. Yəni, belə bir məsuliyyətsizlik mənə qarşı baş verir. Amma hər halda həm bu məsuliyyətsizlikdir, həm də haqqa girməkdir, haqqa girmək olmaz. Çünki o bizlərdə bir söz var da, indi hər birimiz bilirik ki, balalarımın boğazından kəsirəm, oradan kəsirəm, buradan kəsirəm, gedirəm aranjmana, mən xərc qoyuram ki, bundan mən çörək qazanım və sən də nə yoğurdum, nə yapdım, hazırca familin mahnısını tapdım, özümdə oxudum, üstündən də su içdim. Olmaz. Olmaz. Belə ki, müəllim, bir neçə müğənnilərimiz var, yəni olarsa adını da çəkim, gənc müğənnidir. Zəng vurdu mənə o mahnıya görə ki, mən bunu canlı oxuyum rayonların adına. Uca baxıram ki, Afşar rayonumuza oxuyubdur, Laçınlılara dünən oxuyub, Zəngilanlılara oxuyub, həmin mahnını. Sadəcə adını deyil, canlı oxu da, mən də buna yazdım ki, qardaş, onu sil oradan. Canlı oxu da, mən sənə demirəm. Hətta canlı toylarda, tədbirədə oxuya bilərsən. Bəli. Amma sırf bu famili mahnısıdır. Sən bugün o mahnını canlı oxuyacaqsan. İnşallah. Amma indi repertuarına əlavə elədiyi mahnılardan birini reklamlardan sonra həmin mahnı ilə başlayaraq, amma canlı ifalar bugün çox olacaq və mən Aşıq Avdıdan bir ricam olacaq ki, bugün Aşıq Avdı yalnız canlı ifa eləsin, başım var olsun. Azərin də repertuarına, həm də duetiniz də var da. Sonra bir mahnı vermişsən, çox yığcamdır, lakanikdir. Mən o mahnını görəndə çox sevdim, dünən mənə yollamışdın. O qədər gözəl və yığcam bir mahnıdır ki, mən o mahnını başladım dinləməyə, Zabratdan çıxdım, getdim Bayır qəsəbəsində bir-iki işlərim var idi, onları gördüm. Sonra gəldim Salyan yoluna, orada uşaqlarla balaca çörək yedik, qayıtdım, gəldim, Zabrata çatanda həmin mahnı bitdi. Çox yığcam, lakanik bir mahnıdır. İrəliyən dəqiqələrdə o mahnını da dinləyəcək. Bu batlılar belədir, nə var? Bəli, eşq olsun Azərbaycanımıza. Vəd verərək reklamlara ayrılırıq ki, reklamlardan dərhal sonra Famil dostumuzun bir ifası ilə qayıdış edəcək, amma qalan ifalar canlı. Olar mı əzizim? Reklamlardan dərhal sonra.
Bugün Əli evlənir. Mən başqa cür eşitdim. Bugün Əli evlənir. Nə qədər? Mikrofonum var. Mikrofonum var. Nə qədər? Nə qədər? Əlinin verdiyi nə qədər olur? Deməli, Mikail müəllim, bu mahnı haqqında da bir məlumat vereyim. Siz bilirsiniz ki, bütün efirlərdə oxuduğum mahnıların sözləri, musiqisi hamısı mənim özümə məxsusdur. Deməli, bir dostumuz var Cəlilabad rayonundan. Oğlunun adı Əlidir. Maşallah. Maşallah gününüz olsun. Keçən il məndən bir mahnı istədi ki, mənim oğlumla bir istəyirəm toyu olacaq. Məhərrəmlikdən bir həftə qabaq toyu oldu. Ayın 7-si idi də, məhərrəmlikdən bir həftə qabaq hadisə belə düşürdü. Yəni, bu mahnı da oradan yaranıb ki, bugün Əli evlənir. Hə, o Əlinin timsalında bütün Əlilərin şərəfinə bəli. Ki, kimin ki adı Əlidir, sifariş eləyəcəklər ki, gəl mənim toyumda nəzərə almışsın. Çünki Azərbaycanda Əli adı çoxdur. Hə, yaxşı, məsələn, tərpənmirsən, belə deyək. Çalışırıq. Qalır. Qalır şükür. Yox, onun verdiyindən qalır, yoxsa yox. Hə, şükür, hələ də qalır. Nə qədər veribsə. Maşallah, indi aranjmanı da falan özü həll edib, 100%. Özüm eləmişəm aranjman, yəni... Yox, özün də eləmişsən aranjmanı. Kanalları çatıb. Hə də, yəni o məsələləri. Nəsə, xırdaçılığa getmirik. İlham xanım da indi çaylarımızı gətirəcək. Boğazım qurudu ya. Ha, mənim gözüm yoxdur, kim nə qazanır, Allah hər kəsin ruzusunu getirsin. Azər Qubadlı, mənim əzizim. Azər öncə bir solo ifasını təqdim eləsin. Daha sonra Aşıq Avdıdan, əzizimdən canlı ifa. Belə deyək, biz bir-birimizə Aşıq Avdı ilə bu verilişdə və Günaydın Azərbaycan verilişində o qədər öyləşmişik ki, Kamranı Elmarı salamlayıram. Siyahını yollayanda hər dəfə sual verdim ki, Aşıq Avdı yoxdur. Həqiqətən özüm də bilirdim. Çünki Aşıq Avdı istər bu verilişdə, istər digər verilişdə də xüsusi bir ahəng qatır. Və Azər bizim qohum, əməli başlı qohumluq eləyirik. Canlı ifa? Yox, sonra canlı ifa. Sonra. Öncə sola bir ifasını təqdim eləyək. Necə? Hələ yox, hələ canlı ifa yox. Buyur tam mərkəz əzizim.
vardı döndü yox. Azər bu yeni mahnıdır deyəsən. Mən bunu eşitməmişəm. Onu deməli bir neçə il əvvəl bu mənim mahnımdır bu. Sözləri amma Zemfira Əliş qızınındır. Musiqisi də Ruslan Səfəroğlu. Hə, bəstə Rustana məxsusdur. Aranjmançı da deyək ki, Cavid Cavadoğlu'dur. Hə, Cavid Cavadoğlu da salamlayırıq. Salamlayırıq hər birisi. Cavad Rəcəbov, mən dayı deyirəm ona. Tez-tez aramızda umuküsülük olur. Bilmirəm nədən yaranır. Amma mən onu çox istəyirəm və bu mahnını da çox xoşuma gəldi. Mən şəxsən eşitməmişdim. Hə, gözəl mahnıdır. Sümüyə düşən mahnıdır. Sözləri də gözəldir. Öldü, vardı, döndü, yox. Ümumiyyətlə, bütün sevgilərdə, yəni əsl sevgilərdə öldü, ümumiyyətlə, var, Azər müəllimin döndü, yox. ifasında bütün mahnılar hamısı gözəldir. Mən onu deyərdim ki, hətta onun bir mahnısı da var. Qubatlı mahnısı. Gəlin gedək dağlara, ay Qubatlılar. Yəni ilk dəfə onun ifasında mən eşitmişəm. İndi bayaqları da qardaşın adı yadıma çıxdı. Famil qardaşım dedi ki, mənim o mahnıma başqa sözlər də əlavə edirlər. İndi gərək incimək olmaz. Yəni bu sənətdir. Ona görə bu sənət həmişə yeniliyi sevir. O Azər müəllimin o mahnısı ki var ya, Qubatlı ki mahnısı. O mahnıya da salıblar. Məsələn, Qubatlı sözünü orada götürüblər, Laçınlılar qoyublar, Kəlbəcərlər, gəlin gedək dağlara. Yox, o Familin dediyi Kəmal Əzim nədir? Deyir, mən aranjmana pul xərcləmişəm, mənim səsimi götürüblər. Aydındır, hə. Hə, aranjmanda, yəni o gilək o da, Azər, var ol, ay qoyun. Var olasın. Amma duetiniz də olacaq. Duetimiz olacaq. Allah canını sağ eləsin, təşəkkür edirik, var olasan. O dostlar hamısı bir-bir deyirlər, danışmanın qurtarma olmaz. Sizi çox istəyirlər. Var olsunlar, ümumilikdə. Əmoğullar hamısı da sağ olsunlar, biraz şey deyim, nənəmlə dərdləşmişik. Deyirəm, canlı, nə qədər vaxtımız var? Mən deyirəm, canlı ifa ilə davam edəyək. Hə, vaxtımız var. Aşıq Avdı, mən rica edirəm, buyursun canlı ifa. Və sizin duetdə hansı duet olacaq? Adı mahnının? Qubatlı mahnısı. Qubatlı mahnısı olacaq, duet şəklində. Çünki mən Azəri dəvət edəndə, ötən həftə daha doğrusu danışanda, planlaşma edəndə, dedi Kəmalə xanım mütləq şəkildə orada olsun. Dedim Kəmalə xanım nə vaxt istəsə oradadır. Ona görə təşəkkür, bəli. Nə vaxt istəsə, sizin hər biriniz. Çünki Famil də, Aşıq Avdı da, Azər Qubatlı da, eləcə də Kəmalə xanım da hər biriniz mənim üçün əzizsiniz. Bana elə bir gün qalmış efirə. Desəz ki, mən sabah gəlirəm, bilirsiniz ki, şübhəsiz deyəcəm, buyurun, gəlin, gözüm üstə yeriniz var. Buyurun, Aşıq Avdı. Ellerde kalan dağlar tamamen berbat görür. Ya derlerde kalan dağlar tamamen berbat görür. Balacaylar boynuma salan dağlar indim ağa
bərbad görünür. Yad əllərdə qalan dağlar tamamən bərbad görünür. Keçir gedib aylanım Amanı Yol sabah basan günler Layla 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 Yapala layla At oynadı ve sen yerlerine Koşahına yol görür At oynadı vay Ya sen yerlerine Koşahına yol görür Sonacı Köçüb gedib ağır ellər Yasa baxıb açan günlər At oynadı və sən yerləri Nə ocaq, nə yol görünür Çəmənlə dad gördüm anama Nə çəmənlə dad gördüm Və eləcə də ahəng ansamblı Maşallah maşallah Orada o tütək səsini ki verdin O mənim qulağımdan yayınmadı Eyni zamanda Elnur, Naid Var olasınız Valla o qədər hər biriniz cani dildən yanaşırsınız ki Aşıq Avdı, barmaqların var olsun. Avazına qüvvət. Xüsusilə musiqiçilərimizə təşəkkür edirəm. Bu Aşıq havası klassik, Minə Gəraylı havasıdır. Böyük üstadlarımız ifa ediblər, ritmlə yox. Kəmalə xanım da onu təsdiqləyə bilər. Mən də çalışıram ki, klassik havalarımızı ritmlə oxuyam. Keçən verilişlərinizə Osmanlı divanısı oxumuşdur. Bəli, bəli. Bunlar ritmə, yəni onu biraz özümdən demək çıxmasın, biraz çox çətindir ritmdə oxumaq. Yox, əlbəttə ki, çətindir, bəli. Allah sizləri var eləsin, gözəl müşahidə elədiniz. Təşəkkür edirəm. Var ol və təşəkkürlər də Aşıq Avdı sənə və mən bilirəm də kimdən nəyi necə istəmək, böyük ərklə və bunun da ardı təbii ki, çox uğurlu olur və tamaşaçılarımızın ürəyincə olur və tamaşaçılarımızın ürəyincə də o olacaq ki, Kəmaləmizdən yenə gözəl bir ifanı dinləyəcəyik. Amma dediyim kimi,
Kəmalə xanımın ifasından sonra Famil, o mahnın ki var, deyirsən ki, o mahnını canlı ifa elə. Zaten canlı ifa eləyirsən dəfələrlə, o tədbirlərdə, el şənliklərində və eyni zamanda da mən istəyirəm ki, bugün də o dediyimiz o mahnını sən canlı ifa eləyəsən. Aşıq Kəmalə Qubadlı və Kəmalə xanımın bütün ifaları gözəldir. Mən ona görə də reklamlara keçmədən öncə vəd verirəm ki, reklamlardan dərhal sonra Kəmalə xanımın gözəl bir ifası ilə qayıdış edəcəyik. Canlı ifalar da olacaq, duet də olacaq. Aşıq Avdı da bugün yalnız canlı ifa eləyəcək. Eşq olsun reklamlardan sonra. Nəfəsi var, sözün canı var. Şeirin nəfəsi var, sözün canı var. Sağ get salamat, gəl ay əskər balam. Sağ get salamat, gəl ay əskər balam. Kişinin kişiliği imtihanı var. Kişinin kişiliği imtihanı var. Sağ get salamat, gəl ay əskər balam. Sağ get salamat, gəl ay əskər balam. Hər söfrə açanda, çay dəm alanda, hər söfrə açanda, çay dəm alanda, tutulub qalaram üşüyər canda, tutulub qalaram üşüyər canda. Görəsən nə yeyir balam bu anda, görəsən nə yeyir balam bu anda. Sağ get salamat, gəl ay əskər balam. Sağ get salamat, gəl ay əskər balam. Bala balam ay balam, əskər balam ay balam. Bala balam ay balam, igid balam ay balam. Hey 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 hey. Aylar nə tez ötdü, illər tələsdi. Aylar nə tez ötdü, illər tələsdi. Əskər anası olur ana tabəsdi. Əskər anası olur ana tabəsdi. Taxtdan səda gələr nə şirin səsdi. Taxtdan səda gələr nə şirin səsdi. Sağ get salamat, gəl ay əskər balam. Sağ get salamat, gəl ay əskər balam. Səngərdə vətənə keşi çəkirsən, səngərdə vətənə keşi çəkirsən. Düşmənin qəlbinə qorxu bükürsən, düşmənin qəlbinə qorxu bükürsən. Peyğəmbər Məhəmməd mülkü tikirsən, Peyğəmbər Məhəmməd mülkü tikirsən. Sağ get salamat, gəl ay əskər balam. Sağ get salamat, gəl ay əskər balam. Bala balam ay balam, əskər balam ay balam. Bala balam ay balam, igid balam ay balam. Ay balam, gül balam, ay balam.
Tanrı əskərlərimizi qorusun, əskər balalarımızı qorusun, sağ gedib salamat gəlsinlər. Kəmalə xanımın avazında olduğu kimi onların toylarında iştirak eləyək və eyni zamanda eşq olsun Azərbaycan ordusuna ki, o cür balalar və onlardan da biri coşqundur ki, könüllü olaraq vətən müharibəsində iştirak edib, qazimizdir. Var olsun Azərbaycanın qəhrəman oğullarına və bu mahnı da niyə xoşuma gəlir, dəfələrlə ifa eləmişsə, bu mahnıda bir valideynin o sözlərdə qayğısı var, duası var ki, orada ki deyir, görəsən, hər dəfə fikirləşirəm ki, görən balam nə yiyir, çünki bu boğazımdan keçmir axı və eyni zamanda duası var. Ona görə də Allah bütün əskərlərimizi qorusun. Avazına qüvvət deyirəm. Çox sağ olun. Bu sözlərin müəllifini də mən onu mütləq ki, istəyirəm qeyd edəyəm. Bu aşıq havalarından olan orta şəşəngi havasıdır və bu sözlərin də müəllifi şairə Rəna Mərzilidir. Onu da efir vasitəsindən salamlayıram. Salamlar olsun. Onun da iki oğul balası var. O da əskəridə olarkən bu sözləri yazıb, mən də onlar üçün. Hə, onu yaşayıb da. Bəli, yaşayıb. Ona görə də mən bu mahnını bütün əskər balalarımıza həsr eləyirəm. Allah bütün əskərlərimizi qorusun, Azərbaycanımızı qorusun. Nə yaxşı ki, bu cür igid əskərlərimiz var. Var olsun. Bəli, Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Qazilərimizə şəfalar. Bugün bütöv Azərbaycan deyirik, Qarabağ Azərbaycandır deyirik və o şəhidlərin ruhu qarşısında baş əyirik. Qazilərimizə şəfalar deyirik və Famil Ağamalıyev, əziz qardaşım, canlı. Bəli, ləzzət edir Azər, soyadı deyəndə. Mən ikinci dəfə də işləyirəm Ağamalıyev. Anonsda verdiniz, mən baxdım ki, Ağamalıyev belə də biz tərəf oxşayır. Bax, görürsən, verişin qüdrətini. Buyur əzim, tam mərkəzə gəl. Ayırmaz elimdən hər küdrət mənin, ayırmaz elimdən hər küdrət mənin. Mən el balasıyam, elə bağlıyam, elə bağlıyam. Alçatmaz hər qeybət, alçatmaz hər qeybət, hər küdrət mənin. Mən el balasıyam, elə bağlıyam, elə bağlıyam. Sağ ol, ay varsın. Budur elin sözün, həqiqət yolun. Budur elin sözün, həqiqət yolun. Dar gündə düşmənə əyilməz qolun, dar gündə düşmənə əyilməz qolun. Necə bağlanıbdır Babəy Koroğlu, necə bağlanıbdır Babəy Koroğlu. Mən də vətənimə, mən də zərdabıma elə bağlıyam, elə bağlıyam, elə bağlıyam.
obamın havasına qurban olum. Öz elimin, öz obamın havasına qurban olum. Ürəyimdə laylay çalayan, laylasına qurban olum, laylasına qurban olum. Ətri xoşdur hər gülümün, ətri xoşdur hər gülümün, süsənimin, sümbülümün, zərdabımın öz elimin, zərdabımın öz elimin, havasına qurban olum, aman aman aman, ay canım, ürəkdilər, candılar, belədir zərdablılar, mehriban insandılar, belədir zərdablılar, ürəkdilər, candılar, belədir zərdablılar, mehriban insandılar, belədir zərdablılar. Gözləyər öz hörmətin, göstərər məhəbbətin, çəkər vətən qeyrətin, belədir zərdablılar. Gözləyər öz hörmətin, göstərər məhəbbətin, çəkər vətən qeyrətin, belədir zərdablılar, belədir zərdablılar. Ürəkdilər, candılar, belədir zərdablılar, mehriban insandılar, belədir zərdablılar. Ürəkdilər, candılar, belədir zərdablılar, mehriban insandılar, belədir zərdablılar. Hər kəsə can deyər, mən sənə qurban deyər, qonaq gəl əzizləyər, belədir zərdablılar. Hər kəsə can deyər, mən sənə qurban deyər, qonaq gəl əzizləyər, belədir zərdablılar, belədir zərdablılar. Ürəkdilər, candılar, belədir zərdablılar, mehriban insandılar, belədir zərdablılar. Ürəkdilər, candılar, belədir zərdablılar, mehriban insandılar, belədir zərdablılar. Hər kəsə can deyər, mən sənə qurban deyər, qonaq gəl əzizləyər, belədir zərdablılar. Hər kəsə can deyər, mən sənə qurban deyər, qonaq gəl əzizləyər, belədir zərdablılar, belədir zərdablılar. Ürəkdilər, candılar, belədir zərdablılar, mehriban insandılar, 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 belədir zərdablılar. Eşq olsun. Zərdab sakinlərinə qucaq dolusu salamlar və belə olur ha qardaş, belə olur ki toyda davat düşür, belə olur. Burada 3 Qubadlı sakini ola bir dəfə sən Qubadlı demədin, bir dəfə. Özdə qabaqcadan da pulunu ödəmişdin. Andvallah onu həm Qarabağ, həm Qubadlı deyəcəkdim. Dedim birdən Zərdablılar deyər ki, niyə çevirdin, özün istəmirdin onu çevirərək. Qurban olum Zərdaba da, qurban Elə olum Azərbaycanımızın, bəli, hər bölgəsinə mən qurban olum. Ağsuya da, Azərbaycanımızın şimalına da, cənubuna da, şərqinə də, qərbinə də, dağına da, aranına da. Valla
Bax, Azərbaycanın hər tərəfində biz gedirik, dəyişən işlərində oluruq. Zərdabda da dəfələrlə olmuşam. Görmüşəm. O qədər böyük məhəbbətlə adam qarşılayırlar ki. Ağaclar var. Qazaxda mən bir dəfə Qazaxbəyli kəndində oldum. Valla o hörmətdən özüm utandım ki, nə qədər hörmət eləyirlər adama. Mikail burada oturma, orada otur. Şıxlıda da olubsan. Şıxlıda da olmuşam. İndi Qazaxbəyli dərhal ikinci Şıxlı idi də bizim olduğumuz. Bəli, özdə böyük bir komanda ilə orada. Əlbəttə. Elnara Abdullayeva oradaydı, Manaf Ağayev oradaydı. Bir neçə il bundan öncə. Ümumiyyətlə, sözümün canı oldu ki, zarafat eləyirəm. Toylarda olur da, pulu vermişdim, bəs niyə bizim rayonun adını çəkmədin? Eşq olsun Azərbaycanımıza, eşq olsun sənə, avazına da qüvvət. Amma özün bilirsən ki, tək əldən səs çıxmaz. Düzdür, müəllim. Hər oxunuşda da ahəng ansamblı ola bilməz. Ahəng ansamblı buradadırsa. Maşallah. Mən üzrəm. Zərdabda bir toy apardı, Alcanlı kəndi. Mənim də dostum var orada, Əl Musa ilə. Orada Oktay müəllim oxudu, bizim mahnı oxudu. İndi Kemal xanım sağ olsun, bizi reklam edirsən, ona sevin ha. Bəli. Gəlin gedək dağlara, yox, dağlar əvəzində. Gəlin gedək bağlara, əzlər tapdılar. Nişanlara, toylara, biraz əla verədik o şəkilini. Qardaş, burası sevin. Birinci peşatı qoymuşsan sən. Möhürü. Möhürün qoymuşsan sən. Sıramla müəllim, üzr istəyirəm. Onsuz da mən studiyada növbə götürmüşəm, onu çevirəcəm bütün Qarabağ bölgələrə çevirəcəm. Çünki məni ən çox sən işi bilirsən. Sən rayonlardan dəstək edirlər. Amma mən də o işi bilirəm ki, indi tamaşaçılarımız gözləyir ki, Mikail, sən dedin duet, amma hələ ki duet səslənməyib. Mən istəyirəm bu məqamda dueti eşidək. Hansı ki, Azər Qubadlı, Kəmalə Qubadlı, mənim əzizlərim. Buyursunlar tam mərkəzə, Qubadlı mahnısı ilə davam edək. Eşq olsun Azərbaycanımıza. Azərbaycan əzizdir bizə, bizdən salam olsun bizim ellərə. Hər qarış torpağı əzizdir bizə, mahnımız yayılsın bütün ellərə. Bütün Azərbaycan əzizdir bizə, bizdən salam olsun bizim ellərə.
vətənimiz Qubadlıdadır. Maliki maisləri tofiqi, Bahadırın vətəni Qubadlıdadır. Qubadlıdadır, Həkər Bəlqişan Qubadlıdadır. Qubadlıdadır, nə yiğitlər oylan Qubadlıdadır. Qubadlıdadır, ata baba yurdum Qubadlıdadır. Qubadlıdadır, bizim vətənimiz Qubadlıdadır. Aleme yansılar, leyli 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 leyli, şöhreti izler, şöhreti izler. Halka gereksiz, bay 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 bay, ay Kazaklılar, can Kazaklılar, ay Kubaklılar, can Kubaklılar. Gözümüz yaşarır, bay 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 bay, saz çalır anda, saz çalır anda. Yaman kövreysiz, Allah 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 Allah, ay Kazaklılar, ay Kazaklılar, can Kazaklılar. Bey vurur kimi, eğri 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 eğri, başı karsınız, başı karsınız. Yaxşı kəyahdan, ay vay 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 vay, sizler varsınız, sizler varsınız. Ele bezeysiniz, eğri 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 eğri, ay Kazaklılar, lan Kazaklılar, ay Kubaklılar, can Kubaklılar. Sallana sallanan, eğri 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 eğri, gelen sanatır, gelen sanatır. Gel bana nazlanman, ay kız ay kız ay kız ay, gözler sana, gözler sana, gözler sana, bana gözler sana. Yaşayayım, leyli 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 leyli, durma karşıda, durma karşıda. Yayın ben mezardayım, ay kız ay kız ay kız ay kız, gözler sana, gözler sana, gözler sana, gözler
sarsan Kölgene beslenmiş Vay 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 Güzel kararsan, güzel kararsan Kölgede beslenmiş Oğlan 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 güzel karsan güzel karsan Seher yerleri Leyli 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 tez değer sana tez değer sana tez değer sana bala tez değer sana Anamla yaylahda Anamla yaylahda doğmadır bana Derdimi dağlarına Vermesem ondan Allah'ım 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 Ay kızım Allah'ım Allah'ım Sen görmesem ondan Kara dondu ben ondan Yayrat yene yazda yar kızı Ay bana bir yar kızı Faizle vurdu Vermesem Allah'ım 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 Ay kızım Allah'ım 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 Sen görmesem Allah'ım Olmaydı ezelden indi niye yad oldu Kendime yıllar verip rakibime yad oldu Olmaydı ezelden indi niye yad oldu Kendime yıllar verip rakibime yad oldu Atlas gelin sertizim yaraşımla şad oldu Atlas gelin sertizim yaraşımla şad oldum Sen beni koydun yalnız vefasız ay vefasız Sen beni koydun yarsız vefasız ay vefasız Ay sanam dur oynaya bir denem Ay sanam 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 gel oynaya bir denem Ay sanam dur oynaya bir denem Ay sanam 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 gel oynaya bir denem Göyden elen bana dibin olsun edileydi Bütün dünya gezdi benim yar bireydi Göyden elen bana dibin olsun edileydi Bütün dünyanı gezdi benim yar bireydi Ay sanam dur oynaya bir denem Ay sanam sanam gel oynaya bir denem Ay sanam gel oynaya bir denem Ay sanam gel oynaya bir denem Azizim bahtiyarım, bahtımın tahtiyarım Azizim bahtiyarım, bahtımın tahtiyarım Gözünde göz izi var, sana kim bahtiyarım Gözünde göz izi var, sana kim bahtiyarım Ay sanam, gel oynayalım bir denem 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 Aransan bilsen bahtısan Aransan bilsen bahtısan Soruştuk dostlarışla dediler bu bahtısan Soruştuk dostlarışla dediler bu bahtısan Ay sanam gel oynaya bir denem Ay sanam gel oynaya bir denem Ay sanam gel oynaya bir denem Ay sanam gel oynaya bir denem
ki sana kurban. Buyur otana. Az 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 amaş, kalmaz amaşlarım. Gözəller seyrəngah görürsən var o yaylağa var o yaylağa var o yaylağa açılsın gülümler güzel həzəvərimiz var o yaylağa var o yaylağa var o yaylağa Buyur buralar. Buyur atana baş. Darmaz da savaş, darmaz da başlarım. Mən səni görəndən bəri sinəm oldu qəndəyət bəri ay qəndəyət bəri amala qəndəyət bəri öldür aşıq əskəri özün günahkar oy yaylağay var o yaylağay var o yaylağay Öldür aşık askerin ay balam. Özün günahkar ol yaylaya. Özün günahkar ol yaylaya. Ve Kemalə Quvadlı Ahəng ansamblı. Teşekkürler. Avdı var ol əzizim. Sağ ol, Avdı, sağ ol. Ve sen ki Sağ olun oğlum. bu günləri o canlı ifalarla saz severləri, söz severləri, Kemalə xanımın ifası ilə bərabər. Bax, onların ürəyindən ki, xəbər verdiniz. Təşəkkürlər hər birinizə. Mən bu təşəkkür hisslərini tamaşaçıların adından sizə Çox sağ olun. Düzdür, söyləyirəm. biraz bəmi idi mənim üçün, amma yenə də oxudum da. Yox, yox, Aa, öhdəsindən aa. gəldi. Çünki təcrübə öz sözün deyir. Bəli, siz Bəli. illərin sənətkarlarısınız ki, sazı köksünüzə sıxaraq bu eldə, obada, yurtda, yuvada sevilmisiniz, sevilirsiniz və ən əsası tələbatlısınız. Bu vacib məsələdir ki, bu günləri mən əksər el şənliklərində bugünkü qonaqlarımızın hər birini görürəmsə, demək ki, onlara tələbat var. Kemalə Qubadlıya, Aşıq Avdıya, Azər Qubadlıya, eləcə də Familə tələbat varsa, nə xoş sizə ki, tamaşaçı sevgisini elə qazanmışsınız. Hə, vaxtımız var, elədirmi dostlar? Var vaxtımız, var, vaxtımız var. Deyirəm, Azərin sonra ürəyində qalmasın o mahnı. İndi zarafat yana deyirəm ki, belə deyək də, o dəqiqəsi daha çox, amma əsas odur ki, sevilən mahnılarından səslənəcək. Buyur tam mərkəzə. Sağ ol, Müşah. Mənim yanım gözəllərdən bir dənə, bir dənə. Mənim yanım gözəllərdən bir dənə, bir dənə. İstəridən sarsaslı gül dənə, yoy. Gül dənə, gül dənə, gül dənə, gül dənə. İstəridən sarsaslı
güldene, güldene yoy, güldene, 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 güldene. Benim yanım güzellerden bir tane, bir tane. Benim yanım güzellerden bir tane, bir tane. İşlerinden sarı saçlı, güldene, güldene yoy, güldene, 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 güldene. İşlerinden sarı saçlı, güldene, güldene yoy, güldene, 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 güldene. Kim istemez oğlu bey olsun, yürekte arzu istiyorsun. Kim istemez oğlu bey olsun, yürekte yazı istiyorsun. Hamı gelip desin oğluna, senin toyun mübarek olsun. Hamı gelip desin oğluna, senin toyun mübarek olsun. Toy toy toydur oğlum, boy boy boyuna kurban. En güzel günüdür oğlum, hoşbext olsun her zaman. Toy toy toydur oğlum, boy boy boyuna kurban. En güzel günüdür oğlum, hoşbext olsun her zaman. Güneş parladı, kalp yerinden oynadı. Hamının yarı geldi, senin yarın harladı. Köyde güneş parladı, kalp yerinden oynadı. Hamının yarı geldi, senin yarın harladı. Dostların evlendiler, seni koyup gittiler. İndi subay kalmışsan, kim seni evlendiler? Dostların evlendiler, seni koyup gittiler. İndi subay kalmışsan, kim seni evlendiler? Güzel çıktı karşıma, tam 17 yaşı var. Görüp ona vuruldum, neler geldi başıma, neler geldi başıma. Bir kız çıktı karşıma, tam 17 yaşı var. Görüp ona vuruldum, neler geldi başıma, neler geldi başıma. Oyna güzelim oyna, meyli mezelim oyna. Gel dolanım başına, oyna güzelim oyna. Oyna güzelim oyna, meyli mezelim oyna. Gel dolanım başına, oyna güzelim oyna. Sen gördüm, kamaştı gözlerim. Canım dedi, dolaştı sözlerim. Sen gördüm, kamaştı gözlerim. Canım dedi, dolaştı sözlerim. Öz kalbimi ben sana gönderim. Öz kalbimi ben sana gönderim. Nefesim sen, canımsan azizim. Nefesim sen, canımsan azizim. Yüreğim, canımsan azizim. Sevgili, yanımsan azizim. Yüreğim, canımsan azizim. Sevgili, yanımsan azizim.
başına yağdı qar, maralım maralım, bağçalarda barım var, maralım maralım, gel ol sen benim yarım, maralım maralım, tapmışam ben vefadar, maralım maralım. Sen benim öz ürəyim, həm diləyim mənəyim, sen benim öz ürəyim, həm diləyim mənəyim, döyünən, döyünən, döyünən ürəyim, ay maralım maralım, gəlim qabanıyalım, maralım maralım, gəlim yanında qalım, ay maralım maralım, gəlim qabanıyalım, ay maralım maralım. Bir dünya gözeli çıktı meydana, bağrımın başında buz oynattılar. Bir dünya gözeli çıktı meydana, bağrımın başında buz oynattılar. Eridim, töküldüm, esim titredim. Eridim, töküldüm, esim titredim. Elə bir sinemde göz oynattılar. Elə bir sinemde göz oynattılar. Allah bu toydan bir güzel kız oynattılar. Çevirip başına tuz oynattılar. Allah bu toydan bir güzel kız oynattılar. Çevirip başına tuz oynattılar. Allah bu toydan bir güzel kız oynattılar. Çevirip başına tuz oynattılar. Allah bu toydan bir güzel kız oynattılar. Çevirip başına tuz oynattılar. Teşekkürler. Teşekkürler. Azər əyləş. Qəribə bir darıxmaq gəldi mənə. Kövrək darıxmaq gəldi. Görən uşaqlar böyüdü. Böyüyərlər indiyə. Böyüyərlər. Nəsə darıxdım, gedim tez uşaqları görüm. Çünki mahnı o qədər o qədər çoxdur ki, indiyə uşaqlar böyüyər. Reklamlara ayrılacaq. Zarafat yana deyirəm təbii ki bunu. Amma mahnıda əlavələr eləmişəm mahnıya. Bunun zəng eləyib, Süleyman Fağayevin bir mahnısı var idi burada. Sonra Vallahi orada hamının mahnısı var. Sabir Əliyevin. O kim oxuyursa onu buradan ilə salam göndərəm, sağ olsun. Amma orada hamının mahnısı var. Hamının mahnısı var. Necə ki, bugün Azər Qubadlı'nın da mahnılarını əlavə eləyib oxuyurlar. Bu çoxdur eləmi? 10 dəqiqə vardı, yoxsa 5 dəqiqə? Yox, bilmirəm, amma mənə elə gəlir ki, uşaqlar indiyə böyüyər. Əlbəttə ki, belə deyirəm, veriliş boyu zarafat etməsəm, hər şeyi ciddiyə bağlasan, bu darıxdırıcı olar. Azər mənim qohumumdur, mən onun xətrini çox istəyirəm və ümumiyyətlə kimlər ki gəlir verilişə, bu səmimiyyəti görürlər, onun da cavabını verirlər və bu da tamaşaçıya sirayət eləyir. Deyirəm, reklamlara ayrılaq. Reklamlardan sonra qalan dəqiqələri canlı ifa ilə yekunlaşdıraq. Olarmı? Yəni qonaqlarımızın hər biri bir bərabər şəkildə bir canlı ifa ilə. Kəmalə xanım olar, şeirli falan, poeziya, Avdu burdansa, Kəmalə burdansa, poeziya mütləq şəkildə olacaq. Hə, canlı ifalarla davam edəcəyik, reklamlardan dərhal sonra. Bəli, qısa reklam fasiləsindən sonra yenə 5 gün Mikaillə proqramındayıq. Ahəng komandası buradadırsa, dediyim kimi canlı ifalarla həmişə olduğu kimi yekun vuracağıq. Amma təşəkkürlər Aşıq Kəmalə Qubadlı. Gözümüz aydın olsun əsmərimizə görə. Bax, bu müjdə ilə gəldin, bugün söylədin. Mən ona şübhə eləmirdim. Allah var eləsin. Ömür gün elə tez-tez keçir ki, mən əminəm ki, bir gündə olacaq ki, baxacam telefonuma ki, bir dəvətnamə yollamışsan ki, buyur gəl balaların toyuna. Təki toylu bir satlı günlərimiz çox olsun, balaların, əzizlərimizin, qohumlarımızın toylarında görüşək və balalarımız da bizi, necə ki, əsmərlər sevindirir. Hər kəs də bizi, bax, o cür valideynlərini sevindirsin. Allah sizə hər zaman balalarınızdan sevindirsin. Allah bütün valideynlərin, balalarının xeyrini görməyi nəsib eləsin. Və olmayan ocağa da, ocaqlara da bala qismət olsun. Biz də gedək o müjdə ilə qurbanları kəsək. Və eyni zamanda Azər var ol, mənim dəyərli qardaşım. Aşıq Avdı, təşəkkürlər əzizim. Və Aşıq Avdı onun böyük ürəyinə görə
var ol deyirəm. Çünki bax mən buradan Şahini salamlayıram. Aşıq Avdı söylədi ki, Şahin mənə salamlarını getirir. Yaxın günlərdə Şahini də dəvət eləyəcəm. Çox sağ olun mütləq şəkildə. Allah var eləsin. Sənin sözün mənim üçün əzizdir. Çox sağ ol qadınlarım. Allah sizi var eləsin. Şahin dəyərli qardaşdır, dəyərli oğlandır. Sənətini qoyuruq. Bilirəm. Olub verişimdə olub. Amma mütləq ki, bu dəfə də elə sənin adından dəvət eləyəcəm. Allah var eləsin. Mən Kəmalə xanımı istəyirəm sizin efir vasitəsindən istifadə eləyərək. Mən canlı olaraq bir efirdən təbrik edirəm. Kəmalə xanım, Allah o balalarınızı mümtaz eləsin. Kəmalənin gözəl ailəsi, gözəl həyat yoldaşı var. Onları da tanıyıram. Mən təbrik edirəm sizi. Yoldaşınızı da təbrik edirəm. Gün o gün olsun, o məktəbi sağ salamat qutarsın. Gələcək günlərini, Allah Taala yaxşı günlərini bizlərə mən də bunu efirdən demişəm, yenə deyirəm ki, Əsmər indi tələbəlik illəri başlayır. Azərbaycanın sayılan, seçilən, çox dəyərli bir səhnə ulduzlarından olacaq. Mən buna şübhə eləmişəm. Bu günləri də bunu deyirəm, ötən dəfə də demişəm. Famil, var ol. Tez-tez gəl, gözüm üstə yerim var. Mən də səni, ailəni, o gözəl balalarını salamlayıram. Var olsunlar, toylarına gələk inşallah. Ailəmiz elə Gülçin xanıma salam göndərirdi. Var olsunlar. Keçən dəfədən yadlarında qalıbdı. Var olsunlar və təbii ki, mən də onları salamlayıram. Ahəng komandası burada canlı ifa, amma indiyə qədər mən bu xahiş eləməmişəm heç birinizdən. Amma bugün xahiş eləmək istəyirəm. Mənə elə gəlir ki, sözümü yerə salmayacaqsınız. Canlı ifa olsun olmağına, amma doğrudan olsun. Olsun, mütləq olsun. Doğrudan, buyuraq. Əzizinem gülə baxdı, əzizinem gülə baxdı, bülbülə gülə baxdı. Əzizinem gülə baxdı, əzizinem gülə baxdı, bülbülə gülə baxdı. Yanım üzümə güldü, lebinden gülüm aktı, gülü dere sana yanım soldu. 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 Ey varım çok olsa yoksuna el tut. A böyle varım çok olsa yoksuna el tut. Allah veren varım tek yemeği olmaz. A böyle veren de Allah'tır, alan da Allah. Allah he deyəsən, yox demək olmaz. Deyirlər məlhəmdir ananın südü, barı olmaz, tərifləmə söydü. Gədalara ey dost vermə öyüdü, sözün yerə düşər bar əməl olmaz. Ay deme bu dünyadan yaşamak asan. Deme deme bu dünyada yaşamak asan. Büdreme değerler nöksandır nöksan. A böyle şah da insandır, nöker de insan. Şah da insandır, nöker de insan. Allah'tan başkasına baş eğenmeyelim.
ay canım Allah Allah ya ne güzel meclisi ürfan yığılıyım. Allah Allah ya Allah Allah ne güzel meclisi ürfan yığılıp gör ne sen sevgili doy sevgili canan yığılıyım. Beşer yaddaşına yazdı yarattı. Beşer yaddaşına yazdı yarattı. Dünyaya tek gelip tek gidenleri. Her ocak getirmez, her ana doğmaz. Dünyaya pak gelir, pak gidenleri. Kim sürdü ömrünü, kim verdi bada. Kimi doğmalaştı, kim döndü yada. Ucalan görmedim hiç vaxt dünyada Tanrı varlığına şək edənləri. Şöhrət min illəri keçdi haqladı. Nə dağ silkələndi, nə daş laqladı. Allah dərgahında əziz saxladı Allahı qəlbinə həkk edənləri. Allahı qəlbinə həkk edənləri. Ay bu günə ya qurban olum ki bize bəxşetti Xudaya. Bu günə qurban olum ki bize bəxşetti Xudaya. Yarı sahip kimidir, yarısı ümman yığılır. Kürqırağı sənindir,